Bu ilin ilk 9 ayında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2560 yeni iş yeri açılıb. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Ötən ilin eyni dövrü ilə müqayisədə göstəricilərdə dəyişiklik də müşahidə olunub. Ətraflı məlumatı Rəqsanə İbrahimzadə çatdıracaq. Təbii ki, rəqəmləri çox səsləndirmədən ümumi mənzərəni sizin üçün şərh edəcək. Rəqsanə, hər vaxtın xeyir olsun. Buyur, söz səndədir. Bəli, Çinarə, hər vaxtınız xeyir olsun. Sizin də vurğuladığınız kimi işğaldan azad olunan ərazilərdə bərpa, quruculuq və yenidən qurma işləri son sürətlə davam edir və təbii ki, belə olan halda həmin ərazilərdə yeni iş yerləri də açılır və son statistik rəqəmə görə ötən ilin ilk 9 aya ərzində ərazidə, yəni Qarabağ və Şərqi Zəngəzur bölgəsində 2500-dən çox yeni iş yeri açılıb və təbii ki, bu rəqəmdə məhz elə insanların məşğulluq potensialının artırılmasına xidmət göstərir. Daha təfərrüatlı informasiyanı hazırda qonağı Böyük Aydışa dair məşğulluq məsələləri departamentinin müdür müavini Səbuhi Yunusludan əldə edəcəyik. Xoş gördük Səbuhi bəy. Buyurun, detallı informasiyaları sizdən əldə edək. Salam, xoş gördük. İlk öncə qeyd edeyim ki, ölkə başçısı müvafiq sərəncamı əsasında 2022-ci ildə Böyük Aydışa dair birinci dövlət proqramı təsdiq edilmişdir və bu proqram çərçivəsində artıq xeyli işlər görülmüşdür və görülməkdə davam edir. Bunlardan da biri məşğulluq məsələləridir ki, məhz dayanıqlı məskunlaşmanın təməlində məşğulluq əsas faktorlardan biridir. Və bu çərçivədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Dövlət Məşğulluq Agentliyi köçün ilk fazasından işğaldan azad olunmuş ərazilərdə aktiv fəaliyyət göstərməkdədir. Artıq 26 mindən bir qədər çox vətəndaşımız öz doğma dədə-baba yurtlarına geri dönmüşlər və onların mütləq əksəriyyəti 16 minə yaxın şəxsi 2025-ci ildə burada hardasa 60%-ə yaxın vətəndaşımızın köç etməsidir. Əlbəttə biz bu intensiv köçü qabaqcadan Dövlət Məşğulluq Agentliyi olaraq təhlil etmişdik və həmin ərazidə həm Qarabağ, həm Şərqi Zəngəzur iqtisadi rayonunda 2 regional məşğulluq filialımız və 4 xidmət şöbəmiz artıq fəaliyyətə başlayıb və bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi bir sıra aktiv məşğulluq tədbirləri ilə vətəndaşlarımıza, işsiz və iş axtaran şəxslərimizə dəstək göstərməkdədir. Onu qeyd edim ki, köç etmiş şəxslərdən əmək qabiliyyətli yaşda olub, iqtisadi fəal olan şəxslərdən artıq 7828 nəfərin məşğulluğu təmin edilmişdir. Əlbəttə, bu bir neçə istiqamətdə baş verir. Bunların böyük əksəriyyəti işə düzəltmə istiqamətindədir ki, işə götürənlərin bizə təqdim etdiyi vakansiyalar üzrə artıq 5500-dən çox vətəndaşımız işə düzəlmişlər və 2025-ci ildə bu rəqəm 2500 nəfərdir. Digər aktiv məşğulluq tədbirlərdən biri özünə məşğulluq proqramıdır və bu proqram çərçivəsində artıq proqram başlayandan 700-ə yaxın vətəndaşımız əmlakçılara təmin edilmişdir və öz kiçik ailə təsərrüfatını formalaşdırmışdılar. 2025-ci ildə 160-a yaxın vətəndaşımız özünə məşğulluq proqramı çərçivəsində əmlakçılara təmin edilmişdir. Özünə məşğulluq proqramı həm kənd təsərrüfatı maldarlıq, həm istehsalat və xidmət istiqamətləri üzrə avadanlıqların verilməsi ilə yekunlaşır. Digər aktiv məşğulluq tədbirlərindən biri peşə hazırlığıdır ki, artıq 360-dan çox vətəndaşımız bu hazırlıqlara, peşə kurslarına cəlb edilmişlər və müvəffəqiyyətlə bitirən şəxslərimiz artıq müvafiq işlərə cəlb olunmuşlar. Digər aktiv məşğulluq tədbirlərindən biri əmək yarmarkalarıdır. Artıq işğaldan azad olunmuş ərazilərdə 26 əmək yarmarkası təşkil olunmuşdur və onlardan böyük əksəriyyəti 2025-ci ildə təsadüf edir. Burada 18 əmək yarmarkası təşkil olunmuşdur və bu əmək yarmarkalarında 2000-dən çox vətəndaşımız iştirak etmişdir və iştirak edən vətəndaşlarımızdan 150-dən çox vətəndaşlarımız işlərə cəlb olunmuşlardır. Bu əmək yarmarkaları bilirsiniz, silsilə xarakteri daşıyır və bu ildə nəzərdə tutulmuşdur. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir daha xatırladım ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində davamlı olaraq insanların məşğulluğunun təmin olması istiqamətində işlər aparılır. Elə hansı işlər aparılır onunla bağlı da detalları qonağımız vasitəsilə əldə etmiş olduq və elə bu görülən işlər də birbaşa ölkənin iqtisadi potensialının daha da artırılmasına xidmət göstərir. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenə də sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə, yerli gündəmə dair məlumatları bölüşdük. İndi anonslara baxaq.